Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü videoda biz exclamatory cümlələrindən danışacağıq. Yəni nida cümlələrindən bəhs edəcəyik. Nida cümlələri əslində çox sadədir, elə çətin bir mövzu deyil uşaqlar. Mən sadəcə onların sizə rahat şəkildə gəlməsi üçün quruluşundan bəhs edəcəm. Əsas məsələ burada nida cümlələrinin quruluşunu bilməyinizdir. Quruluşu bildikdən sonra yəni heç bir problem olmayacaq. Gəlin nəzər salaq. Ümumiyyətlə ingilis dilində nida cümlələrini biz iki cür şəkildə düzəldirik. What və how vasitəsilə nida cümlələrimiz əmələ gəlir. Bir daha vurğuluram. What və how vasitəsilə nida cümlələrimiz yaranır. İlk növbədə biz bəhs edəcəyik what-dan. Ümumiyyətlə what nida cümləsini yaratmaq üçün bizim quruluşumuz bu şəkildə olur. What üstə gəlinsin en, üstə gəlinsin sifət, üstə gəlinsin isim, üstə gəl mübtəda, daha sonra xəbər. Burada en o şəkildə ola bilər ki, bizim burada dayanılan ismimiz təbii ki, sayılan tək isim olsun. Bir daha vurğulayım. Yəni, what-dan sonra en artiklının gəlməsi o halda baş verir ki, burada dayanan ismin sayıla bilən təkdə olan isim olsun. Əgər cəmdə olarsa, sayılmı isim olarsa, yəni orada en artiklının istifadəsinə artıq ehtiyac qalmır. Gəlin baxaq. What a clever student she is. O necə də ağıllı şagirddir. What, article, sifət, isim, mübtəda, xəbər. Burada he də deyə bilərik. Məsələn, he is. Və burada gördüyünüz kimi en artiklını nəyə görə istifadə etmişik? Student sözü sayıla bilən təkdə olan isim olduğuna görə. Əgər orada cəm olsaydı, mən artikl istifadə etməzdim. What clever students they are. Baxın, burada artıq article istifadə edə bilmərəm. Çünki student sözü cəmdədir. Və gördüyünüz kimi artıq burada she, he yox, mən they ifadə etdim. Xəbərim də cəmləndi. Nəyə görə uşaqlar? Ona görə ki, burada dayanan artıq ismim cəmdədir. Bu isim cəm olduğuna görə mən burada mübtədanın yerində şəxs əvəzliklərindən istifadə edirəm. Və şəxs əvəzliklərimin də tək və cəm olmağını bax burada dayanan mübtədanı əsasən təyin edirəm. Burada tək olduğu üçün she və yaxud da he, burada cəm olduğu üçün isə they-dən istifadə etdim uşaqlar. Və adətən mən uşaqlara belə deyirəm, hal müqayisə edəcəm, what-un elementlərini sayaq. Baxın, what işləyərkən 1, 2, 3, 4, 5 dənə elementlə formalaşdırır. Əsas məsələ xəbərə qədərdir. Bir də bəzən elə bilər ki, sadəcə nida cümləsi xəbərə qədərdir. Xeyr, yəni xəbərdən sonra da biz yəni başqa bir cümləni istifadə edə bilərik. Sadəcə əsas məsələ odur ki, bura qədər, yəni xəbərə qədər mənim quruluşumda heç bir dəyişiklik olmasın. Yəni düz variantda olsun, düz gəlsin quruluş. What clever students they are. Məsələn, in the classroom-da deyə bilərəm. Sinifdə necə də ağıllı uşaqlardır onlar tutaq ki. Baxın, bura qədər. Yəni xəbərdən sonra yenə mən cümlədə deyə bilərəm. Bu sizi çaşdırmasın. Tutaq ki, deyirsiniz, axı burada 5-dən çox element ola bilər. Əsas məsələ odur ki, uşaqlar, xəbərə qədər mənim quruluşum düz gəlsin. What clever students they are. Və beləliklə uşaqlar, bir daha qeyd edirəm. En artiklı o halda istifadə edilər ki, mən burada ismim tək olsun. Və mən bəzən mübtədamı özünü isimlə də ifadə edə bilirəm. İsmini ifadə edə bilərəm. Burada mübtədanı şəxs əvəzində də ismini ifadə etmək mümkündür. Ancaq bu hal baş verdiyi zaman isimlə ifadə edərkən mütləq qarşısında z artiklını istifadə etmiş olmalıyam. Mütləq deyirəm, amma o da yenə aiddir. Məsələn, şəhər adı olarsa, yəni z artiklının işlənmə xüsusiyyətlərini yadınıza salaq. Yəni o deməkdir ki, hə, məsələn, tutaq ki, Bakı şəhərini vermişəm, ismi vermişəm. Orada z işlənmir. Çünki şəhər adı qarşısında işlənmir. Amma normalda yəni z artiklını işlətməliyəm. Məsələn, gəlin baxaq. What a clever student the girl is. Necə də ağıllı qız tələbədir, belə deyək. Və burada gördüyümüz kimi, əgər she is yazırdımsa, she-nin yerinə mən artıq burada isim girl yazmışam və ismində qarşısında nə vermişəm? Z artiklı. Yəni burada mən z-siz versəm bunu yanlış olar. Yəni mütləq əgər isimlə ifadə edirəmsə, burada z artiklını istifadə etməliyəm. Bunu yadda saxlayın uşaqlar. Və onu da yadda saxlayın ki, adətən test işləyərkən what-dan sonra heç birbaşa z artiklı istifadə edə bilmərik. Bəzən verir what, z nəbinə olmaz. What-dan sonra birbaşa z artiklı istifadə etməyimiz mümkün deyil. Bəzən testlərdə bu şəkildə quruluş verə bilər. Məsələn, what a clever student is he. Bu da yanlışdır. Çünki xəbərim harda olmalıdır? Mübtədadan sonra dayanmalıdır. Bu da yanlışdır. Yəni bu şəkildə verilən quruluşları testdə əsasən işləyirsiniz, düzgün deyil.
Bu bizdə votun quruluşudur uşaqlar. Yəni elə bir çətin bir məqamı yoxdur. İndi isə gəlin H-nın quruluşuna nəzər salaq. H üstəgələk sifət və yaxud da zərf, üstəgələk mübtəda və xəbər. Aha, gəlin baxaq. How fast she is və yaxud da she runs. Bu şəkildə deyə bilərəm. O necə sürətlidir və necə sürətli qaçır. İlk növbədə uşaqlar gəlin sifətə baxaq, daha sonra zərflə biz işləyərik. Əgər sifət olarsa, bizdə quruluş how üstəgəl sifət, üstəgəl mübtəda, xəbər. Bu zaman xəbərin ifadə olunacaq bağlayıcı feillərlə. Bağlayıcı feilləri biz sifət bölməsində, zərf bölməsində izah etmişdik. Onlar nə idi? Linking verbs adlanırdı. Hansı ki, onlardan sonra biz sifət işlədirdik. Linking verblərin xüsusiyyəti nə idi? Feel, be, become, seem, sound, taste, look, smell və s. uşaqlar. Baxın, bu bağlayıcı feillərin xüsusiyyəti nə idi? Bunu biz sifət və zərf bölməsində demişdik. Bu bağlayıcı feillərin xüsusiyyəti o idi ki, bunlardan sonra sifət gəlirdi. Ona görə nida cümləsində də əgər burada sifət varsa, mütləq burada duran xəbərin bağlayıcı feillərlə ifadə olunmalıdır. Gəlin nəzər salaq. Məsələn, how nice she is. Is nədir? Be'nin formasıdır. Bilirsiniz, to be'nin formalarıdır. Am, is, are. Və yaxud da ki, was, were. How nice she is. Və yaxud da how nice she seems. O necə qəşəng görünür. How nice she looks. O necə yaxşı görünür və s. Yəni, burada bağlayıcı feil gördüksə, bilin ki, burada normaldır sifət. Məsələn, testdə bu şəkildə verə bilər. How nicely she is. Bu yanlışdır. Nice axı zərfdir uşaqlar. Sonunda ly var. Və burada mənim to be formam is varsa, heç vaxt mən burada zərf yaza bilmərəm. Yəni, onu olmaz. Sadəcə nice şəklində yazmalıyam. Və yaxud da ki, how beautifully, daha doğrusu, beautifully she is. How beautifully she is. Burada is varsa mən beautifully deyə bilərəm, yox, sadəcə beautiful deməliyəm, sifət. Yox, əgər amma burada zərf olarsa, how üstəgəl, zərf üstəgəl, mübtəda və xəbər. Bu zaman xəbərin ifadə olunacaq əsas feillə. Məsələn, əsas feil sing, come, go və s. İndi artıq nəzər salaq. Sifət kimi, məsələn, how fast she is. Baxın, burada sifətdir. Çünki is var. Amma how fast she runs desəm, o necə sürətli qaçır. Burada runs artıq feildir. Qaçma necə qaçır? Fast burada nədir? Zərfdir. Və yaxud da how beautifully she sings. O necə gözəl oxuyur. Sing nədir? Oxumaq, feildir. Əsas feildir. Əsas feil olduğuna görə burada nədir? Zərf. Yəni, bu məqama diqqət edin. Və eyni qaydada, burada da əgər mən mübtədamı istəsəm isimlə ifadə etmək üçün mütləq qarşısında z artiklı istifadə etməliyəm. Məsələn, how fast the girl is. Necə sürətli qızdır, necə ya da sürətli və yaxud da qaçan qızdır. Baxın, burada elə bir she-nin yerinə mən isim yazdım, girl. Və onun qarşısında z artiklını istifadə etdim. Yəni, mübtədam isimlə ifadə olunarsa, o qaydanı yadda saxlayırsınız ki, mütləq qarşısında z olur. Və eləcə də uşaqlar, ha-dan sonra birbaşa biz ən artiklı istifadə edə bilmərik. Bunu yadda saxlayın. Hansı testdə ki, başladı ha, nə bilim, nə bilim, bu artıq yanlışdır, olmaz. Yəni, ha-dan sonra, bayaq votda dedik ki, votdan sonra birbaşa z işlənmir. Eləcə də ha-dan sonra da birbaşa z işlənmir, en, z işlənə bilməz. Yəni, bu mümkün deyil. Votdan sonra da z işlənmir, ha-dan sonra en, z işlənmir. Və isimlə ifadə olunarsa bizim mübtədalarımız, o zaman qarşısında z artiklını istifadə edə bilərik. Yəni, burada çətin bir məqam yoxdur. Bəzən, yəni, çaşdıra bilərlər. Məsələn, verə bilərlər, how nice is she? Təbii ki, bu nədir? Yanlış variantdır. Çünki is burada yox, burada olmalıdır. Bu səhvdir. Və yaxud da how nicely she is. Bu da yanlış variantdır. Is çünki linking verbdir. Linking verbdir, bağlayıcı feil. Burada sifət olmalıdır, nice. Bu da səhvdir. Və yaxud da what the clever student she is. Bu şəkildə verə bilər. Bu da səhvdir. Nəyə görə? Çünki votdan sonra birbaşa z artikl işləmir. Yəni, baxın uşaqlar, testimizi bu quruluşa əsasən işləyirik. Yəni, heç bir çətinlik yoxdur.
Nida cümlələri əslində çox sadədir. Testdə də ümid edirəm ki, heç bir qaranlıq məqamınız qalmayacaq. Mütləq o məqamlara fikir verin. Bir də elementləri sayında ha-da neçə element idi? Ha, məsələn, nice, she's. Baxın, 1, 2, 3, 4. Yəni əsas xəbərə qədər olan hissəmiz olur bizdə 4, amma what-da isə xəbərə qədər olan hissəmiz 5 elementdən ibarət idi. Və təbii ki, 5 elementi görüb, amma quruluşun ardıcıllığına da fikir vermək lazımdır. Yəni tutaq ki, iz qabaqda olsun filan belə, o mümkün deyil. Yəni bu detallara fikir versəz, nida cümlələri çox sadə və asan gələcək sizə. Və uşaqlar, nida cümlələri haqqında bu qədər. Ümid edirəm ki, videodan razı qaldınız. Qaranlıq qalan məqamlar sizlər üçün aydın oldu. Əgər videodan razı qaldısa, like etməyi, abunə olmağı, paylaşmağı unutmayın. Qeyd etmiş olduğum Instagram səhifəsinə də daxil olaraq onunla dərslərimiz haqqında məlumat alıb və qoşula bilərsiniz. Sağ olun.